Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla ve yadıyla beyin mühendisine karşı Türkçe eski kitaplar programının 475. bölümüne başlıyoruz. Xeyirli olsun. Gedək görək bu günləri hangi kitablar bizim ürcağımıza çıxır. Mən 3 kitab bu günləri aşmağa çalışdım. Təbii ki, bunlardan birinə vaxtımız yetişəcək, amma mən 3 dənə açdım. Görək ki, bunlar nədir? Elə bu sonuncusunə baxaq, görək ki, bu nədir və bizə nə deyir? Muxtəsəri fəraiz, əgər səhv eləmirsəm, sonra budur və sonra da budur. Tamam, bunlar da yerlərində dəyişdirək. Bu Muxtəsəri fəraizi adında bir kitabdır. Bunun əvvəl fiziki durumuna baxaq. Eyni halda buna görə ki, təkrar olmasın. Mən bunu da AI-mıza açım və ona da deyək. Bugün Ağustos'un 22'sidir və 20-26-cı ildir. Bir Türkçe kitab açmışıq, adı Muxtəsəri Fəraizdir. 1150 qəməri ilində yazılmış görünür. 284 səhifədə. PDF-də 142 səhifə görsənir. Bu da bunu deməkdir ki, PDF-də kitabın hər iki səhifəsindən bir əks qoyulubdur PDF-in bir səhifəsinə. Kitabın cildinə baxırıq. Əvvəl fiziki vəziyyətdə görək bu kitab necədir. Kitabın fiziki vəziyyətinə baxırıq. Çox bir gözəl, ehtimalən çox gözəl narinci bir cildi var imiş. Cildin üstündə basma şəkli ilə bunun qıraqlarında bir xətlər və ortasında bir nəqşə görünür. Kitab amma təqribən demək olar ki, rəngi çox xarab olubdur və qıraqları, özəlliklə Şirazə və qıraqları çürümə halətinə gedibdir. Bu görürük. İkinci səhifədə bu birinci vərəqdə PDF-in birinci səhifəsində fəqət cildidən bir əks var idi. Onun üçün fəqət orada bir səhifə var və qalanlarda ehtimalən 2 səhifə olacaq. Kitabın saxlanılan yer Süleymaniyyə Kitabxanası nömrəsi ehtimalən Dəmirbaş nömrəsi 7788 və ehtimalən o birisi sınıflatma belə nömrəsi 299.56 deyə bilərik bunu. Əlbəttə aşağıda təcəşdən bir ayrı nömrə yazıblar. O da ehtimalən sınıflanma nömrəsi 2381 görünür. Onu sonralar əlavə ediblər. Kitabın əvvəlində birinci səhifəki cildə yapışıqdır. O cildə yapışıq olan səhifədə bir şeylər yazıblar, qeydib sonra baxa bilərik. Bir 34 nömrə görünür. Kitabın ortasına baxırıq, təqribən Şirazə tərəfi həm kağız bir-birindən ayrılıbdır, həm də çürüməyi görürük. İkinci səhifəni kitabda görürük, Muxtəsəri Fəraiz adı burada görürük. Ehtimalən kitabın burası ya cırılıbdır, ya da su tökülübdür. O birisi səhifədən ola bilər ki, bu səhifə cırılıbdır, qatlanıb üstünə, amma ola bilər də o birisi səhifədən. Bir dənə latincə yazı görürük. Qəd vəqəfə hazəl kitab Şeyxzadə Müstəfa Əfəndi be dərsi xanə-i mədrəsə-i cami-i Atiq ehtimalən Ömər 1230 ilində bu kitab 1230-cu ildə vəqf olubdur birinci dəfə. Altında bir möhür görürük. Əcəba bu möhür o olacaq ya yox, ona bir baxmalıyam, çalışıram bu kiçik möhürü görməyə çalışım. Vəqəfə İsmail Mola ya belə bir şey oxunur, kamil oxunmur. Vəqəfə İsmail ki, bu İsmail hər kəsdir. Ehtimalən Mola ya Mura oxunabilir. Bu kitabı vəqf eləyibdir. Munta o Şeyxzadə Mustafa Əfəndinin möhrü deyil o. Başqa bir adamın
İsmail adı kamil oxunan bir şəxsin vəqf möhrüdür. Onun altında bir latincə yazı yazılıbdır. 1240 görünür. Onun altında isə Süleymaniye Kitabxanasının əksini görürük. Üçüncü səfiyyə gedəndə olur kitabın əlbəttə desaq bu vəqf vurulan və möhrü olan və kitabxananın möhrü, yəni Süleymaniye Kitabxanasının möhrü olan səfhə birinci vərağın A tərəfidir. Onun B tərəfində Bismillahirrahmanirrahim görünür və o üzdəki dedik cırılıbdır. Buradan bəlli olur ki, kağız cırılıbdır. Ehtimalən burada bir sani sözü yazılıb, amma nə deməkdir, yəni naqisdir. O kəlmənin əvvəli düşməyibdir, axiri də düşməyibdir. Bismillahirrahmanirrahim ilə başlayır. Kağızın qıraqlarına baxırıq. Baş tərəfdən kitaba su gəlibdir. Qıraqları kamilən çürümə halındadır. Hər dörd tərəfdən və ortasında da Şirazədə də o xətəri görürük. Kitabın heç bir bəzəyi, nəqqaşısı, tərsibi ya çarçivəsi yoxdur. Qərə xətti ilə yazılıbdır və bəzi kəlmələr, o cümlədən və bəd, əmma, əl-əvvəl, bunlar qırmızı yazılıbdır. Əlbəttə ki, hər bir neçə kəlmədən bir qırmızı xətt ilə bir nöqtə ya virgül qoyulubdur. Bu hangi zamanda yazılıbdır, o önəm daşır. Kitab çox gözəl bir xətt ilə yazılıbdır. Sətirlər arası münasibdir. Kəlmələr bir-birinə yaxındır, çox yaxındır kəlmələr. Əslində bir-birindən ayrılmır. Bəzi ərəb sözlər, tamam ərəb sözlər yox, bəzi ərəb sözlərin erabın qoyubdur və başı üstünə, özünün üstünə yox, başının üstünə qırmızı xətt çəkibdir və bəllədibdir ki, bu önəmlidir. Kitabın aşağısında, yəni səfhənin hər vərağın B tərəfinin aşağısında o birisi səfhə, sonki vəraq ki gəlir, o hangi kəlmə ilə başlayacaqdır A tərəfi, onu yazıbdır. Burada görürük, ikinci vəraqda görürük. Yəni ikinci vərağın B tərəfində bunu görürük. Birinci vəraqda yox idi. Ondan sonra bu təkrar olur. Dediyimiz kimi bəzi kəlmələr qırmızıcadır. Qalə məsələn burada görünür. Amma bəzi kəlmələrin üstünə ammadır, ya dindir. Bəzi kəlmələrin üstünə lə'ənəllahdır. Bunların da üzünə çünki söz dəyişir ehtimalən bir xətt çəkiblər. Qırmızı xətt ilə onu təkid eləyiblər. Təəssüflə kitabın üst tərəfindən ki, su gəlibdir, hududən 5 santimetr qədər su üstdən gəlibdir kitabın içinə. 2 sətrə, bəzi yerdə bəlkə 3 sətrə irad zədə vurubdur. Amma oxuna bilər bir vəziyyətdədir. Sadəcə biraz rəngi qərəlibdir oranın. Fərqli bir şey yoxdur. PDF-in hər bir səhifəsində biz 2 səfhə görürük. Kitabın məncə oxuması çox rahat olacaqdır. Səfhə 11 B və 12 A-da bir iddə qıraqda mühasibələr və ya adlar yazılıblar. Bunlar bu riyazi yazılanlar nə deməkdir? Onları indidən deyə bilməyəcəyəm. Bundan sonra o birisi səhifədə də vardı. Yəni 12-nin B-ində də görürük. 13-də bir qıraq yazı görsənir, amma o nəzərə gəlir ki, iç yazının davamıdır. Bu şəkildə davam edirik. Feylən diqqət eləyə bilmirəm ki, səfələr mənə gəlir ki, bu kitabda çox yeri ehtimalən adlayıbdır, sonra onu düzəltməyə çalışıblar. Çünki kitabın içində bunları görürük ki, içəridən eşiyə tərəf haşiyə yazılmağa başlayır və bəzən qırmızı xətt ilə səhih deyə, sat deyə yazıblar ki, yəni səhihdir. Bu da bunu görsədir, kitab çox diqqətsiz yazılıbdır. Onun üçün də çox kəlmələri ya cümlələri vəsətdə hoppulublar, keçiblər və sonra onu yazmağa məcbur olublar ki, əlbəttə xətti də biraz bundan fərqlidir. Bundan belə ki, rəngi aynıdır. İlləti də bəlkə bu ola ki, biri o sonra yazılanlar çox kiçik yazılıblar.
Təqribən hər səhifədə 2-3 sətircən beləsi təkrar olur. Burada bir təsih də yazıbdır, bilmirəm nə deməkdir. Mətnin içində qırmızı xətt ilə. Bir çox səhifədə dediyim kimi o islahları görürük. Sonra su azalır, suyun o zədəliyi azalır və biz kitabı davam etməyə çalışırıq. Görək ki, bu fiziki olaraq nə durumdadır? Bundan izafi kitab kiçikləşmiş ki, səhifəyə yerləşsin. Bir önemli bir şey yoxdur. Bu son səhifələrə ki baxıram, bunlarda yoxdur. Burada bir cədvəl görürük, adamların adı olacaqdır ya hər nədir, onu da qırmızı cədvəldir və içində adlardır. Bu neçə səhifədə də o içərdən unudulub yazılmayanları görmürdük, amma 67B və 68 ada yenə təkrar olur. Qırmızı yenə də vardı, yəni bu bəzi səhifələrdə bəzi səfhələrdə təkrar olur. 81-ci səhifə ehtimalən cırılıbdır. Onu bir belə görünür ki, 81-ci səhifənin A tərəfi üst tərəfdən cırılıbdır. Onu bir yapışqanla yapışdırıblar, amma sonra qopub belə nəzərə gəlir. Yeri biraz sarı vəziyyətdə qalıbdır. O yapışqanın əlamətidir. 84B-də çoxlu bir haşiyə görürük. Ehtimalən bu haşiyənin səbəbi budur ki, mətnidə bir çox kəlmələr və qələt yazılıbdır, üstünə xətt çəkiblər, ehtimalən gəliblər eşitə onu düzəldiblər. Bu birinci dəfədir ki, bu kitabda görürük ki, bir neçə sətri içərdən özü yazar qərərləyibdir və qıraqda onları çalışıb ki, düzəlsin. Dediyim kimi bu kitab biraz nəzərə gəlir, diqqətsizdir. 107-ci vərağın A tərəfində bir böyük cədvəl vardı. Qırmızı rənglə çəkilmiş, çərçivəsi içi qırmızı xəttinəndir, amma içindəki mürəbbələr eni 6 xanəlidir, boyu da ehtimalən 12 xanədir, yazıbdır burada 12 xanəlidir və beləliklə bir cədvəl düzəldiblər. Ehtimalən əslil məsələti min isneynə təsiha min filan belə bir şeydir orada yazıblar. Bu əlbəttə oxunmalıdır bu cədvəl. Görək ki, o zaman elmi bir işdir, böyük bir elmi iş götürübdür. 114A-da yenə də bir böyük şey görürük, qıraq yazı görürük və buradan bu üzə çoxlu qırmızı xətləri görürük ki, kitaba çəkilibdir. Kitabın hər halda son tərəflərinə yaxınlaşdıqca suyun çoxluğunu görürük. Aynı vəziyyətdə davam edir. Ehtimalən bir çox cümlələr yaddan çıxıbdır, onları sonra yazıblar. Kitabın ən sonunda gəlirik, ən sonuna burada 2 dənə xatimə kimi görünür. Mən bunları bir 140B və bir 140A. Bunları oxuyayım, görək ki, bunlarda nə yazıbdır. Və sonra davam edək kitabın özü ilə. Çünki burada istəyirəm ən azından biz bir tarixi görək ki, burada bir tarix vardır. Nə deyir bizə? Bu ənbat məzkurə bir-birindən miras yemiyələr və huvər mərviyyu ən Əbi Bəkr Ömər aleyhüm rizvanullahül əkbər ma tələ'əş-şəmsü vəl-qəmər və qəd ruviyyə جارحة ابن زيد بن ثابت عن أبيه إنه قال أمرني أبو بكر الصديق بالتوريث أهل اليمامة ففرس الأحياء من الأنبات ولم أرث الأنبات بعضهم من بعض وكذا أمرني عمر رضي الله عنه بتوريث أهل طاعون
غموآس و کانت القبیلة تموت بأسرها فورشتهم کلمه نخیه بلمیرم علا ما ذکرتها و هاکذا نقل عن ابی الحسین فی قتلا الجمل و هنین الهی ارزهم بهبتین بلا bir şey olacaktı ama okuyabilirim bunu ve arazna. İkinci getiririk 142 141a oradakı bölümdə görək nədir? Birinci bölümdə, yəni 140b-də bir tarix görmədik. Elhamdülillahil məlikil əllam əla tamamil kəlam və xətmil məram və səlatu və səlamu əla rəsulihil kəram vəl ənbiya'il izam ilə qiyamis saati və saatil qiyam və ənis səhabəti vəl alalil əbrari إلى دار القرار الأمين سبحان ربنا رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. سنه من الهجرة النبوية 50 ihtimalen burada yazılmışmış 50 ve me'ate ve alif yazılıb, amma burada bir salasin de kimi görsəniz üstünə xət çəkiblər. Amma 50 və mə'ətə və mə'alif salim qaldığı üçün, yəni 1150 qıraqda da beləsi yazılıbdır. Amma burada bir kəlmə yazılmışmış, üstünə xət çəkiblər əleyhil əfzəli və əfzəli salavat. Burada kitabın yazısı fiziki olaraq qurtarır və son cildidə görsənmir. Beləliklə bu kitabın yəni səhifə 141-in A var, 141 yoxdur, amma görünən o ki 141-də biraz yazılar vardı və bir kitabxananın, Süleymaniyə kitabxanasının möhrü vardı, amma əcəba oradakılar nədir bəlli deyil. Ağ yerlərdə səhifələr də olmuş olsa əks yoxdur onlardan. Beləliklə fəqət birinci kitab başlığında cildidən bir dana əks vardı və la qeyr. İndi biz gəlirik kitabın birinci səhifəsinə görək bu birinci səhifədə ki cildə yapışıbdır, onda nə yazıblar. Ədəd 34-ü görürük, amma burada bir şey yazılıbdır. Bunu soralar da yazıblar. Görək ki bunu oxuya biləcəyik ya yox. İbn Hüseyin şahid olduğu inşadır. İnşadır belə görsənir. Ya da inşaatdır. Belə bir şey görsənir, amma kamil oxunmur. Kitabın bu iki səhifəsi dəlinibdir zahirən. Dela perhanim pirhanim taat konçe. Dela perhiz taat konçe taat به زهر کاری سعادت آن کسی دارد که وقت صبح بیدار است. خروسان در سحر گویند که گم یا ایها الغافل که از مستی نمیدانی کسی و اندام که هوشیار است. بلا bir şey vardı. کسی داند که هوشیار است. پس خروسان در سحر گویند که گم یا ایها الغافل که از مستی نمیدانی کسی داند که هوشیار است. Burada bu səhifədə fəqət bu yazılıbdır. Bir iki beyt şeir farsı ola bilər. Üstəkin kamil oxuya bilmədik nədir? Burada bir ədədlər yazılıb. 5 1 cəm eləyib məsələn 5 1 3 1 4 beləsi bir şeylər nə deməkdir bilmədim. Amma kitabın adı burada yazılıb Müxtəsər Fəraiz və Qəd vəqəfə hazəl kitabı شیخزاده مصطفی افندی به درس خانه مدرسه جامع عتیق در Ümmə 1230-cu ili burada görürük və kitabın möhrünü görürük. Kitabın gəldik əvvəlinə, görək ki bu kitabın əvvəlində nə yazır. Kitabın birinci səhifəsinin
Birinci vərağın B tərəfində Bismillahirrahmanirrahim. Elhamdülillahillazi cealel ulema'a varasatul enbiya'i ve allemehum sihamet tevrifi vel ansiba'i ve salatu ala men ittesefe bil ilmi vel hilmi ve gale ta'allemul faraize ve allemuhen nas fe inneha nisful ilmi ve ala alihi ve ashabihi hum ashabul faraizi ve zevil erham ellezine veresu minhu ahkam şer'il izam ve verethu الانام و بعد فهذا مختصر فی فرائض. kitabın adı budur. Pəs مختصر فی الفرائض فهذا مختصر فی الفرائض لتعلیم الرجل. Bu mədrəsə kitabı üçün yazılıbdır və təzkir raizi alfazihi alqalilə. Alfazları da qəlildir və məanihi kəsirə mürəttəbün əla müqəddəmətin, bir müqəddəməsi və sülsə funun 3 dana fənni vardır və xatimətün. Pəs bunun bir müqəddəməsi 3 fununi, fənni və xatiməsi. Əmməl müqəddəmətu fəfihəl jas. Əl-jas nə deməkdir bilmirəm. Deyir ki, orada müqəddəmə başlayır və onda jas vardır. Əl-əvvəl. Əl-jasul əvvəl fi tərtibi turisil icmali. Virasət məsələsini danışacaq. Bu kitab o şeylərdən ki, çox mühümdür və iqtisadi, ictimai bir məsələdir. Din də, müsəlmanlar da bunu dini şəklə salmağa çalışıblar. Quranda nə qədər bu deyilir, onu bilmirəm, amma çox deyil qətən. Bəli, toplumda, çünki bu hər toplumun özündə virasət məsələsi dədədən, nənədən, babadan uşaqlara bir şey qalır, qalmır, xanımdır, uşaqlardır, nəvələrdir, nəticələrdir, ölənlərdir, qalanlardır. Bunların malı necə olur? Bu çox ciddi bir məsələyə hər toplumda çevirdiyi üçün müsəlmanlar da buna İslam adı deyə yol tapıblar. Əl-əvvəlu fi tərtibil tevrisil icmali bə'də təqdimi ma yəcibu təqdimuhu əleyh. Bə'duhu Allahu Teala Subhanahu Celle və Əla Həzrətinə həmd və səna səzavar və şükr 100,000 və Seyyidül Əbrar Həbibinə ve al ashabine salat teslim bişumar kılındıktan sonra malum ola ki vezir azam fir rütbeti vel kemal. Kimdir bu vezir azam ve hangi dövrdedir? Vezir azam fir rütbeti vel kemal ve Yusuf sani fil husn vel cemal ve cemal a'ni bihi siyavuş paşa pes yessar Allah lehu ma yeşâ. Siyavuş Paşa adında bir adamdır. 2 vavından yazılır. Siyavuş ve u. La zalet روزة عمره آمرة بسحایب الاقتزال والانعام و خزانت عیشه مسونتن. مسونeden üstünde, satırın içinde yok. Ey mahfuzeten, yani manası mesunetin mahfuz olsun. En-nevaib el-fusuli vel-a'vam, hazretlerinden işbu da'i muhlis ve sa'i muhassisleri canibine ilmi faraize müteallik bir muhtasar risale irsal buyurmuşlar. Yani zahiren vezir, yani o vezir azam Siyavuş Paşa bir muhtasar kitap gönderibdi şey hakkında, faraizi müteallik ber faraiz hakkında bir risale gönderibdi. Bunu Türkiye tercüme eylesin diyor. Deyib ki, ferman eylemişler. Bunu Türkiye tercüme eyleyin. İmtisalen le emril ali bahri ulumiden dürri le ali ixracına gavvas olmaq, avam xavas olmaq üçün azm eylədim. Çalışıbdı ki, bunu azm eyləyibdi, ehtimam eyləyibdi ki, bunu Türkiye tercüme eləsin. Feyzi feyyazəhu təvəkkülən bel bağladım. Bel bağladım, yəni bizim də Türkçədə, Azərbaycanda bu işlərə filan işə bel bağladım, yəni himmət elədim, əl qoydum və bu işi görməyə başladım. Əgərçim iş bu həqirə əşşəhir bu
be vaiz əmirə. Məşhurdur. Özünün adı şəhir be vaiz əmirə. ضعف تکثیر ile تحریر و تقدیر مجال محال اندر محال اندر محالdır. Lakin ol kebir müteale ve qadir pul kemale Allah zülcelale dest tezerrür ref eyliyüb ya mü'in ya müstean entel kerimül mennan ve rahimül hennan duası makbul ol mغرزاسی مسئول و معمولdur fe innehu kerimun la yecibu saiله ve yucibu mes'eletu ni'mel mola ve ni'mel celil hasbunallah. Gedirik ikinci vərağın B tərəfinə və ni'mel vəkil amin ya Rabbel alemin və bə'd. Zalikə fəla zalə kezalikə risale-i məzkurə sahibi olan alim şükrən lillahi sə'ə kulli ilmin buyurmuşlardır ki elmi faraizdə bu muxtesari bilməyənlərə təlim üçün və alim olanlara təzkir üçündür. Alfazı qəlilədir, mənası kəsirədir və tərtib olunmuşdur. O ərəbcə yazan yerləri tərcümə edir zahirən. Və tərtib olunmuşdur bir müqəddəmə 3 fənn üzərinə və bir daxi xatimə üzərinə. Amma müqəddəmədə 3 təriqə bəhs vardır. Əvvəl bəhs icmalən tövrid tərtibini bəyan edər. Müqəddəmən bəzi xüsuslar mühüm olmağın anları bəyan edər. Əvvəl mühüm olan xüsuslara işarət edib buyurmuşlar ki fa'ləm enne tereketel miyadən təəlləqə biha haqqul xeyr. Burada bir kəlməni iza yazılıbdır, qələt olubdur, üstünə xət çəkibdir. Amma kulli bu hədisin üstünə qırmızı başı üstünə qırmızı xət çəkib ki şey olsun. Fa'ləm enne tereketel miyadən təəlləqə biha haqqul xeyri sürfət iləyhi. Hədis burada qutardır. Yəni meyyitin qaçan mətrukat və müxəlləfatinə hüquq abd mütəalliq olsa ana sərf olunur. Əvvələn mətrukat, məsələn bir kimsənədə meyyitin rəhn qonmuş nəsnəsi olsa o rəhn çıxarmaq gərəkdir və meyyitin qul cinayət etmiş olsa əfəndisi sağ ikən ani də xilas etmək gərəkdir. Bir kimsənə meyyitdən bir nəsnə almış olsa akça vermədən və məbii alıb qəbzi etmədən fot olsa anun dəxi akçesi əda olunub məbi alınmaq gərəkdir və qeyriha. Və qeyriha o birisi kələmədə gəlir. Görürük ki, kitab keçdi. Çox ciddi məsələlərə bir nəfər ölsə, onun əgər bir qulamı olsa, onun gərək işlərini yetişsin, nə bilim borcu olsa onları verirsin, belə bir şeylər, çox ciddi məsələlər davam edir. Kitab çox təxəssüsü bir qonuya girdi və bizim də savadımız yetmir. Çünki bu bir təxəssüsdür və biz bu təxəssüs haqqında oxumamışıq. İndi dünyanın hər yerində bu çox bir geniş mal davasıdır və oracan güclü və önəmlidir ki, dövlətlər belə buna əl qoyublar və insanlar öləndə çünki çoxlu pul qalır. Yəni fikr eləyin ki, ildə Kanadada məsələn gələn 4-5 ildə ən azı 7 milyon nəfər öləcəkdir. Yaşlılar, cavanları ki öləcəklər təsadüfən, onları demirik. Onlar ki yaşlıları çox keçibdir. İndi qocalar evlərində qalırlar. Onların məsələn %99-u öləcək gələn 4-5 ildə, 7 ildə ən çoxu. Və bunların bir çoxunun evi var. Bir çoxunun uşağı yoxdur. Bir çoxunun da uşağı var. Bir çoxunun nəvəsi var. Bir çoxunun xanımısı ya əri ölübdür, özü qalır
Bunların malı mülkü nə olacaqdı? Bunu dövlətlər özləri girirlər ortaya. İndi Kanadada bir dənə vəsiyyət yazmağa mən evdə götürən bir şey yazam uşaqlarımla imzalaya qəbul deyil. Dövlət bunu qəbul eləmir. Gərək gedək əvvəl bir vəkil tutaq, o vəkillə yanında yazaq, o vəkil bunları imzalaya, saxlaya və sonra onun üzrə əməl olar. Yenə də bununla belə dövlət gələcək, əl qoyacaq o malın üstünə, biraz götürəcəkdir. Yəni özünə səhm götürəcəkdir. Çox böyük pullar çıxır ortadan. Yəni fikirləyin ki, məsələn 7 milyon adamın hərəsindən deyək ki, bir 100 min dolar götürəcəkdir. 50 min dolar götürəcəkdir. Çox böyük puldur 50 min dolar. Hər adamın ən azı qalan, yəni bəzi evlər var ki 2-3 milyon dolardır, 5 milyon dolardır, 10 milyon dolardır, mülki adamı var, pulu var, bahitə falan. Bunların hamısı səhamı var, falan var. Bunların hamısına dövlət əl qoyur. Vermir hamısını övləddarına. Bu birinci məsələdir. Ki 50 milyondana 50 üzrə məsələn 7 milyon adamın hərəsindən 50 min dolar ən azı götürəndə $3 milyard 500 milyon tümənzat bu həddə bir pul edir. Yəni çox böyük rəqəmlər olur. Mən indi beləsi hesabladım, bəlkə də daha çox. Yəni mən nəzərə gəlir ki, az hesablamışam. Ola bilər ki 35 milyard ya daha çox ola beləsi. Çox böyük bir həzi. Pul elir, dövlət bundan geçmir. Əlbəttə dövlət bir qranından da geçmir, amma əl qoyur insanların varlığına, malına və bu mallar qoymur, onlar da qalsın. Bu müsəlmanlar hangi toplumda, bu İslam'a da çox dəxli yoxdur, bunu deyim. Çünki İslamda Qur'anı açsaq, biz ayat-ı irsi oxusaq, biz burada eləyə bilirik, soruşaq, elə indi əlan burada əgər eləyə bilsək bu açsa, inanmıram bizə görsətsin ki, biz hanı danışırdıq. Görüm əgər bu bugünkü dərsə şey olsa, kitaba mail olsa. Bəli, bu bugünkü kitabdır. Elə burada soruşaq ki, mən bunu yazım, soruşaq buradan. Qur'an-ı Kərimdə neçə ayə irs və miras haqda var. Onların nömrələrin və ayətləri yazar mısınız? Görək ki, burada ayələri görsədir. Yəni, bəli, Qur'an-ı Kərimdə irs-u mirasın təqsimini birbaşa hökm edən əsas ayələr Nisa surəsindədir. Bunlardan ən əsasları Nisa surəsində 7-ci, 8-ci, 11-ci, 12-ci və 176-cı ayələrdir. Bundan əlavə vəsiyyət və mirasla bağlı başqa ayələr də var. Yəni orada 1, 2, 3, 4, 5 ayə Qur'anda Nisa surəsindədir. Xanımların haqqı üstün olacaqdır. Nisa ayə 7. Əlbəttə bir ayrısı var, amma yazmır. 7-ci ayədə qadın və kişinin miras haqqı. O yazdı. 8-ci ayədə təqsim zamanı hazır olan yaxınlar. Gərək təqsim zamanı kimlər gələ görə şahiddə olalar. 11-ci ayədə oğlad və atanın miras payı. 4-cü Nisa ayəsində Nisa ayə 12. 12-ci ayədə ər-arvad və kəlahu mirası. Bu da burada görürük ki, onların bir-birinə miras qalmaları. Nisa surəsində yenə də 13 və 14-cü ayələrdə miras hududlarına riayət. Nisa surəsində 176-cı ayə kəlanın mirası. Bu da odur. Görək ki, bir də 7, 8, 11, 12, 13, 14, 166. Bundan əlavə Bəqərə surəsində 180 ta 182
vəsiyyət. Bəqərə 240 ərin ölümündən sonra arvadla bağlı hökm. Maidə surəsində 106-108-ə qədər, yəni 3 ayə isə səfər və ölüm halında vəsiyyət şəhadət ilə bağlı. Bu qədər gördüyünüz kimi bu qədər ayə var Quranda. Yəni yığsaz 10 dana ayə var Quranda olsa bu qədər olacaqdı. Dedi ki, neçə dana Bəqərə surəsində 3 dana buradadır. 180, 181, 182, 140. Bu da olar 4 dana, 4 dana, 2 dana da burada, ya hətta 3 dana 6, 7, 8, 3 dana da vursaq Maidə surəsində bu oldu 10. Nisa surəsində də neçə dana idi? Nisa surəsində də 1, 2, 3, 4, 5 dana. 15 dana kollən ayə var Quranda. Yığsaz hamısını yarım paragraf, bir paragraf elər. Amma toplumlarda bu məsələ indi məsələn İran deyilən yerindən, farslarla, türklərlə, kürdlərlə, bəluçlarla, ərəblərin İran deyilən yerdə. Ondan sonra Türkiyənin müxtəlif yerlərində, Bəngladeşin müxtəlif yerlərində, Somalinin, Misrin, Ərəbistanın, Ərağın, Suriyənin, Libinin, Malezinin, Endonezinin, Filipinlərin və yəni hər yerdə, Türk dünyasının hər yerində toplumların müxtəlif məsələləri var, iddiaları var. Bunları din adamları, onlar sözlərin din adamı bilirlər. Bunlar din adamı deyirlər. Bunlar gediblər o dində çalışıblar, bir dərs alıblar. Bu onlara şey verməz, əhliyyət verməz. Çünki dində dedik Quranda 15 ayə miras üçün var. Bu adama mən getmişəm, dərs oxumuşam, mənə əhliyyət verməz ki, din adını danışam. Amma bunlar din adını danışıblar. Elə namazı da bu cürdür, orucu da bu cürdür, fitri də bu cürdür, zəkatı da bu cürdür, həcci də bu cürdür, cəhadı da bu cürdür, əmr bi mərufi də bu cürdür, nəhyəz münkəri də bu cürdür, behişti də bu cürdür, cəhənnəmi də bu cürdür, mücazatı da bu cürdür, oğurluğu da bu cürdür, əyriliği da bu cürdür, fahişəsi də bu cürdür. Hər şeyi bu cür. Yəni Quranda çox az ayələr vardı din olaraq. Amma bunu toplumda ehtiyaclar olduğu üçün onlar ki özlərin din adamı biliblər, gəliblər bunlara yol tapıblar. Ya da ki o toplumda olan, əskidən olan adətləri, ürfləri, ənənələri gətiriblər, deyiblər, İslam da elə bunu qəbul edir. Onun üçün də tamam dinin, İslamın, Quranda olanlar bir ayrı bir şeydir. Hər toplum bir ayrı bir şey yaşır ki onun adını İslam deyir. O halda ki heç birisi İslam deyil. Çünki İslam dediyimiz kimi Həzrəti Məhəmmədlə gedibdir və Quranda da hər şey çox məhdud, çox az bir vəziyyətdə işarə olunubdur. Amma o halda görürük, məsələn, bu kitab 200 neçə səhifə yazılıbdır? 200, deyək ki, 80 səhifəlik bir kitabdır. Bunun əvvəlindən bir-iki səhifəsi boşdur, axirindən səhifəsi əslən boş deyil. Bu 2 səhifə, yəni 1, 2, 3. 3 səhifə kitabın əvvəlindən boşdur. Yəni 179 səhifə bu adamlar İslam adını danışıblar, yazıblar. O halda ki bu İslam deyil. Bu bir adam ki özünə deyib ki mən biraz dərs oxumuşam, təxəssüsüm var ki İslamın adını danışam. Mən üçün bu kitabı oxumuşam, mən özümə haqq verirəm ki, ya mənə bir ayrısı haqq verir ki, gələm din adını danışam, Allahın adını danışam, Peyğəmbərin adına mən danışam. Hamısı bu cür olubdur. Yəni tarix boyu İslam deyirik yoxdur, mən deyirəm İslam yoxdur. Çünki vaqəən İslam bu cürdür. Yəni İslamın irsidə 15 dənə ayəti vardır. Bunun kitabda, bu kitab yap azıdır. Yəni bu kitab çox xülasə, özü də bir xülasədir. 280 səhifə bir kitabla qarşıyaq ki, İslam adına burada danışır. O halda ki bu İslam deyil. Özü də adına bir fəraiz, yəni vacibdir. Bu insana vacibdən vacibdir bunu bilmək. O halda ki bu İslamın qanunu deyil. Məsələn, farsların buna görə bir yol yöntəmi vardı, türklərin bir yol yöntəmi vardı, dövlətlər bir ayrı yol yöntəmi qoyublar. Hər dövlət, məsihlərin bir ayrı cür, yahudilərin bir ayrı, hər kəsənin ayrı cür. Yəni, dinə də çox dəxli yoxdur dedim. Bunlar toplum içində və zaman içində inkişaf edibdir.
açılıbdır. Həm qabaqcan var idi, İslamdan öncə var idi, həm İslamdan sonra inkişaf edibdir. Toplumlar değişdikcə, adamların intizarı değişdikcə. Məsələn, deyək ki, indi burada mən misalı gördüm. Məsələn, bir qəbilə taun tutub ölübdür hamısı. Onların malları qalıbdır. Azdan çoxdan paltarı qalıbdır, dəvəsi qalıbdır, heyvanı qalıb, çadırı qalıb, hər nəyi qalıbdır da, yəni ondan bir şeylər qalıbdır. Bu kimə yetişər? Hamı ölübdür. Uşaqlı, böyüklü hamı ölübdür. Bəlkə bir nəfər musafirətdədir, o diridir. Ondan sonra hamı ölübdür. Bunlar nə olar? O bir nəfərə nə olar? Bunların məsələn bir ayrı tayfada bir gəlinləri var. Ayrı bir qızları bir ayrı tayfaya evlənib gedibdir. Ya bir oğulları məsələn ya bu tayfadan da məsələn bu ölən adamdan neçə yüz nəfərdirlər. Bunlardan bir iki nəfər diridir. Bunların malları nə olar məsələn? Tək mal deyil ki, bunların mənəvi irsləri var, yerləri. Bunların deyək ki, ilgiləri var. Siyasi ilgiləri var, ekonomik ilgiləri var. Bunlar nə olar məsələn? Bir şeylər, mallar alırdılar, nisyə alırdılar, sonra verirdilər. Bir malları satırdılar, sonra pulunu alırdılar. Bunlar məsələn satılıb, alınıb, amma pullar gəlib getməydi. Bunlar nə olacaqdı? Ya bəzi şeyi əmanət verirdilər, əmanət alırdılar və çoxlu bir şeylərdir. Məsələn, burada çox gözəl özü misal verir, deyir ki, mümkündür ki, öncədən bir savaşıblar, bir savaş var imiş, orada adamlar ölübdür, indi onların qanları gərək verilsin, məsələn, heç kəsdə yoxdur, mücazat olsun, onların qanları verilsin, nəcür olacaqdır. Görürük ki, çox ciddi bir toplumsal məsələlər, amma gəlir bunlar İslam adına deyilir. O halda ki, bunlar İslama dəxli yoxdur, bunlar hüquqdular. Amma mollalar bunları İslam adını getirdiblər. Onlar ki, molla da deyirlər bunlar. Bunlar gediblər, biraz mədrəsədə dərs oxuyublar. Bu kitabın bir dənə kitabı oxuyublar. Mən yazdığım kitabı sən oxumusan. İndi mən yazdığım üçün sən şey ola bilməzsən ki, yəni mütəxəssis ola bilməzsən ki, və ya dini alim olamazsan ki. Mən yazdığım kitabı oxumusan. Belə, gedək bu kitabın 20-ci səhifəsindən biraz oxuyaq, görək ki, bu yazılar da ki var idi qıraqda, bunlar hara gedibdir. Süls ilə süds 4 olur. İndi caribdir bura. Süls 3 yerə bölünəndir. Süds ya səds 6 yerə bölünməkdir. Bu 4 olur nə deməkdir? 4 baqi qalani. Süls ilə süds 4 olur. Baqi qalani 4 bölək ilə elaq üçünü oğlu qızına və birini anasına. Üçünü oğlu qızına, üçün verərlər 3 yerə, 4 yerə bölərlər, üçünü gedər oğlu ilə qızına və biri də gedər anasına. Yazıq anası da orada heç də almır. Həm uşaqları doğubdur, həm də yekəlmağında iştirak edibdir. Amma niyə bunu deyiblər? Qədim çağı hər halda biraz yaşam çox çətin imiş də. İnsanlar boşanırmışlar, gedirmişlər ayrı ərə və o ər bunların saxlamasında mükəlləf olduğu üçün deyirlər ki, bunlar uşaqlara qalsın, uşaqlar ondan yekəlsinlər. Üçüncü oğlu qızına və birini anasına verdik. Bir kimsənə fot olub, övrətini qur və ata bir qız qardaşı qosa. Aha, övrətini qoysa, ölübdür, bir dənə xanımısı qalıbdır və ata bir qız qardaşı qoysa və ölənin də bir bacısı var və anasını qoysa və bir də anası var. Adam ölüb, amma bir bacısı var, bir anası var, bir də qızı var. Qoysa, məsələdə rüb və mabəqi var. Məxrəc 4-dən birini verdik övrətə. 4-dən birini verdik övrətə, xanıma. Baqi 3 qaldı, anı da 5 bölək. Onu da 5 bölük eylədik. Ata bir qız qərandaşına 3 bölükünü verdik. 2 bölük də anaya. İndi burada görürük ki, o yadda çıxan buradan çıxıbdır. Gəlib buradan kəlməni verib eşiyə bir dairə şəklində aparıbdır. Kitabın qırağında onu yazmağa çalışıbdır. Mən onu fəqət burada oxumaq istədim.
kitab təxəssüsidir. Bu kitabı oxumaq istəmirəm. Çünki çox təxəssüsidir və bu türk dilinin təxəssüsü yazılmasına. Əgər ana yerinə abə ölsə, bilmirəm, abə indi kimə deməkdir, onu bilmədiyim üçün də bilmirəm. Övrətdən baqi qalanı bu kərrə 4 bülük eydək, üçünü qızlara, bir bülük əbəyə və verdik və səlam. Bu o içəridən belə bir şeyi başlayıbdır, tezlaşdan gəlibdir, minhü falan belə bir şey. Kitabın içindən deyir, bu yaddan çıxıbdır, yazıblar. Hətta burada da bir ayrısını yenə də yazıblar ki, o da buna ta kitabın içində yaddan çıxıbdır, sonra onu gətiriblər, əlavə eləyiblər, biz də onu gördük. Kitab çox gözəl, sadə yazılıbdır, amma gördüyünüz kimi, məsələn, baxın, bu səhifədə 1, 2, 3, 4 yerdə qonudan bir ya neçə kəlmə yaddan çıxıbdır, yazıblar, imzalayıb axirin. Tamam axirində imzalayıbdır, oxuna bilir, amma mən kamil oxuya bilmirəm. Mən tamam imzaları görürəm. Məsələn, bu səhifənin yazanların bu 1, bu 2, bu 3, bu 3 dənə imzanı var. Bu kiçikə fəqət səhih kəlməsini görürəm, amma keçərsək görürük ki, o da imzalanıb ya yox. Mən onun imzalanmağın şərh, yaxud 2 qosə, şərh. Buna şərh yazıbdır, deyir ki, onun şeyidir, yəni davamıdır, kitabın içindəndir yenə də. Özü şərh verib onu. Bu birisi səhifədə yenə həman imzanı görürük. İstirdim deyəm ki, həman biraz imzanın fərqi var. Məsələn, burada bir danadır, burada 2 danadır. Həman imzadır, bəzi yerdə birin vurubdur, bəzi yerdə 2 kəl. Yəni, elə nəzərə gəlir ki, min ləhu ya mən ləhu 2 dəfə bir-birinin altında yazılında haləti bir imza, elə o cür olanda bir dənə haləti bir imza çıxır. Hər yerdə təqribən onu ya 2, məsələn, burada 2 dana görürük. Mən geçəldim bu imzanı. Dostlar bunu görsünlər ki, imzadan mənzurum nədir? Onlar ki, YouTube-da baxırlar. Baxın, burada əksin sonunda bir imza var. Adam bunu buradan gətirib, bu kəlməni burada 3 xətt, 3 sətir yazıbdır və sonra burada imzalayıbdır. Üstdə bir ayrısı da var idi. Baxın, burada da yenə buradan gətirib eşiyə, burada 3 sətri yazıb və burada aynı imza ilə qoyubdur. Yəni, imzalar aynıdır. Diqqət eləsəz, aynı işi görübdür. Burada da aynını görüb, amma bir danasını eləyib. Yəni, burada cüddür. Əgər diqqət eləsək, burada cüddür bu imzanın yazısı. Burada həman imzadır, amma təkdir. Bunu orada görürük. Burada fəqət şərh yazıbdır, üstünə xət çəkibdir. Fəqət yazıb şərh. Bu birisi səfhədə də yenə onu, bu bir dananı görürük da, 2 dananı görmürük. Yenə buradan başlayıbdır, gedibdir və orada yazılıbdır. Burada da yenə yaddan çıxıbdır və yazıbdır, burada imzalayıbdır. Burada məsələdir, ehtimalən bunlar məsələni beləsi imzaya çeviribdir. Burada da yenə məsələ ehtimalən yazıbdır, yəni imza qoyubdur. O birisi səhifədə yenə görürük 2 dana imzala qoyubdur. Buradan çıxıb eşiyə və gedib burada yazıbdır. Biz bunları görürük. Burada məsələn bir dana hədis işləyibdir. Baxın, bu hədislə bu hədisin fərqinə. 3 dana hədisi burada deyək. Hətta burada hədisin şərhində Be'oni Teala şərh. Burada yazıbdır. Amma burada bir iş görübdür. Yazıb ki, 2 cüz idi. İkinci cüz idir. Felsülsətü cüz'ün minət tis'əti likonihi səlasətən diye təsrih olunmuşdur. Bu hədisin görürük ki, üstünə fəqət səlasətənin üstünə eyrab qoyubdur. Bu əşadakının da üstünə eyrab qoymayıb, amma burada bir ayrı hədisi görürük. Becuz'in min əhdə əşəri bunun üstünə kamilən hamısına səs qoyubdur. Ya burada tamamən hətta türklərin səsini qoyubdur. Yəni, məsələn, buradan bu izəyə baxsaq, eyrab qoyubdur, türkü yazılığında. Bu hədisdən sonra yazıb, şimdi 33-dən 11 tərhi olunsa, bir tərhidə 22-yə iner.
bir tərhdə 12'lik 12'nin 11'i gedər. Bir baqi qalır. Bu canibdən 20. Bunların hamısına səs qoyubdu ta bir neçə səs aşağıda yenə oxuyum qalır. Bu canibdən 22 2 kərə tərh olunsa onda da bir baqi qalır. O nə mənədir bu? Oxuya bilmirəm. Ol xub vahid əşərin cüz-i vahididir. Bu təqdircə 33 ilə 22 gəldi. Əhəd əşərənin cüzündə bərabər oldular. İndi görürsünüz ki, çox təxəssüsü bir şeydir. Bəzi yerdə türküləri də belə şey qoyubdur. Səs qoyubdur üstlərinə. Bunu burada görürük. Gedirəm 40-cı səhifədən bir-iki sətr oxuyayım. Çünki çox təxəssüsüdür, oxuya bilməyəcəyik. Görək nə deyir? Məsələn, bir kimsənə fot olub. Bir əsəb və bərdə səlbiyyə qızni qosə. Məsələdə nis və süd var. Məxrəcimiz 6'dan nisf üçdür verdik. Kıza südüs bir ataya verdik. 2 baki kaldı. Anı da babaya verdik. Əsəbə olduğu için. Zira meyyitün kızı ile ve dahi oğlu kızları ile ne kadar aşağı giderse babə əsəbə olur. Nə deməkdir bunlar? Görürsünüz ki, çox təxəssüsü bir dildir və mən bunu bilmirəm. Əlbəttə ki, bu hüquqdur. Yəni, İslam hüququ deyil. Bu, müsəlmanların o topraklarda yaşadığı bir hüquqdur o zamanda. Onun üçün də değişə bilir. Həm ondan öncə değişibdir, həm o zaman değişibdir, həm sonralar değişibdir. Bu, İslam deyil. İslam olsaydı değişməzdi. İslam olmadığı üçün, topluma bağlı olduğu üçün değişir. Hətta Qur'anın özü də, əslində Qur'an değişkən bir kitabdır. Yəni, sabit bir kitab deyil. Çünki içindəki əmirlər, dini əmirlər, ibadi əmirlər, ya iqtisadi, ictimai əmirlər, hamısı değişkəndir. İlla etiqadi əmir ki, məsələn, biri Allahdır, Allah birdir, şəriki yoxdur, dədənənəsi yoxdur, uşağı yoxdur. İkincisi, Peyğəmbər Allahın rəsulu və bəndədir, adamdır. İmtiyazı yoxdur o birisi adamlara. Üçüncüsü, məad. Şiələr buna ədaləti və imaməti də, yəni rəhbərliği və ədaləti də əlavə eləyiblər. Amma onlarda yoxdur, yəni İslamda da yoxdur. Qur'anda əlbəttə ki, çoxlu bir şeylər var. İstəyək ki, imamət, ədalət Qur'anda vardır. Qur'anda çoxlu şeylər var ki, onlar da gəlib qala bilər. Niyə onları məsələn seçməyək? O bir məsələdir. Amma ədalət və imamət bunlar çox siyasi qonudurlar. Və zamana bağlıdır. Həzrət Muhammedə də bağlı deyil. Həzrət Muhammeddən ədalətin mənasını gərək görək ki, nə deyibdir, o başqa bir şey olar. Amma mən inanıram ki, Həzrət Muhammeddən ədalət nə deməkdir, tərifi yoxdur. Əlbəttə, bunu gəlində beləsi qəti nəzər verdik biz. Amma eləyə bilərik, burada soruşaq ki, əcəba Həzrəti Muhammed sallallahu aleyhi və səlləm ədalətdən bir bəlli tərif veribmi? Belə böyük bir şey eləməyək, dürmək götürməyək ki, bəli, Həzrət Muhammeddən sallallahu aleyhi və səlləm ədl və ədalət haqqında çoxlu hədis nəql olunur. Hədis ayrı bir şeydir. Hədislərin isə bir tərif olur. Amma bir incə fərqi var. Mötəbər hədislərdə əl-ədl hüvə deyə bugünkü fəlsəfi ya hüquqi tərif şəklində tək və cami bir ədalət tərifi tapmaq çətindir.
Mən də beləsi inanırdım. Daha çox ədalətin meyarları, adil kimi hakimin məqamı və zülmün ziddi olması bəyan edilir. Yəni tərif olunmayıbdır nədir? Fəqət ona misallar gəlibdir. Ən mühüm nümunələrdən biri Səhih Buxari və Səhih Müslimdədir. Səb'ətü 150 fi zillihi imam adilin. Ki biz də bunu keçən kitablarımızın birində oxuduq və üstündə pardıq. Yəni qiyamət günü Allahın kölgəsində olacaq 7 güruhdan birincisi İmam Adildir. Başqa çox mühüm hədis Səhih Müslimdədir. İnnel muqsitinə indallahi əla mənabirə min nurin. Yenə bunu da keçən kitabımızda oxumuşduq. Amma ədl sözü üçün məsələn bir tərif yoxdur. Onun üçün biz ölçümüz Həzrəti Məhəmmədin gözündən bəlli deyil nədir. Nümunələr var. Amma nümunələr tərif vermir. Onun üçün də hər bir molla, hər bir adam ki bir kitab oxuyubdur, biraz savadı var ya yox da hətta eşidibdir, eləyə bilər desin ki, Həzrəti Məhəmmədin nəzəri budur. Həzrəti Məhəmmədin də nəzəri, şəxsi nəzəri var bir də Allahın nəzəri var. Yəni bir Allahdan vəhy gəlib o var, bir də Həzrəti Məhəmmədin deyişləri var. Düzdür, Həzrəti Məhəmmədin deyişləri Allahın deyişlərinə, vəhyinə yaxındır, amma fərqlidir. Əslində də İslamda bunu ayırıblar da, bir nədir qovluhu Taala, Allah Taala'nın sözü, bir də qalə Rəsulullah. Yəni ikisini ayırıblar, bir qalə-i Rəsulullah var, bir də qovluhu Taala var. Onun üçün Həzrəti Məhəmmədin dedikləri da bəlkə İslamdır %99, amma ola bilər ki %99 Allah dediğindən fərqli olsun. Çünki Həzrəti Məhəmmədin bir düşüncəsi vardı da, yəni Allahın düşüncəsini təfsir eləyə bilir, eləyə bilmir, onu mən bilmirəm ki, eləmək haqqı var ya yoxdur. Risalət haqqı var, yəni biz bildiyimiz budur ki, Həzrəti Məhəmmədin risalət haqqı var, yəni haqqı budur ki, gəlsin desin ki, mən Allah tərəfindən bunları, Allah mənə deyib ki, bunları gətirəm sizə deyəm. Hər halda, kitabımıza davam eləyək. Eşiyimizdən, o şeydən çox eşiyə çıxmayaq. Fikirəm buranı oxuduq da, biraz, bəli, oxuduq. Gedək 60-cı səhifədən kitabdan bir 2-3 cümlə oxuyaq, çünki təxəssüsüdür, oxumaq biraz zordur. Əgər sülbiyyə qızlar yerinə oğlanın qızı və ya qızları olsa, yenə hökm böylədir. Bir kimsənə fot olub, anasını və varını və bir də oğlunu və qızını qosa. Məsələdə rüb-ü südüs və mabəqi var. Məxrəc 12-dən rüb 3 verdik. Ərnə süd 2 verdik. Anasına 5 baqi qaldı. Verdik oğlanla qıza lizzikri misli həzzül isneyni. Bir kimsənə fot olub anasını, öğretini və 2 qızını və 3də oğlunu qosa. Məsələdə səmən və süd və görürsünüz çox təxəssüsü bir şeydir. Onun üçün bunu oxumaq mənim gedək 100-cü səhifədə biraz oxuyaq. Yenə də burada, əlbəttə bunlar da çox gözəl yazılıbdır, imlası da gözəldir. Fəslün əmməl fənni salis. ففي ذوي الأرحام وهم 4 أصناف. الأول أولاد البنات والأولاد البنات الابن والثاني الأجداد والجد الساکتون yani fenni salise ki mə'hud idi, əhd verilmişdi, qol verilmişdi ki tanırsın. Risalə əvvəlində zikr olunmuşdur. Zəvil ərham bəyanındadır. İslamda bir, İslam deyək, müsəlmanların içində bir zəvil ərham ya zatul ərham vardır. Yaxınları gedib görmək, onlara şey salmaq. Çox da yaxın deyil, uzaqdır. Məsələn, deyək ki, mənim yadıma gəlir, nənəmin xalası var imiş məsələn. Neçə xalası var imiş, mən bunun bir ikisini görmüşdüm, tanırdım. Amma məsələn bir xalası var imiş ki, nənəm ömründə bəlkə bir dəfə ya 2 dəfə görmüşmüş.
Sonralarda məsələn nənəmgilin 40 yaşları olanda falan o xalaların gördülər məsələn. Biz də getdik gördük 2-3 dəfə yəni. Mən onlara zatül ərham hesab oluram. Yəni mənim onları gedib yada salmağım gərəkir. Əgər əlimizdə bir imkanımız olsa, məsələn əlimizdə bir ən azından bir iki dənə yumurta alıb apara bilər. Məsələn, əgər çox da zor gəlməsə, amma kasıb olan utanır, utanandan sonra da qapının dalısına düşür və gedə bilmir. O cürsü də zül ərham yaddan çıxır gedir. Zürrəhim lüğətdə zülqərabət. Zülqərabət yəni sahibi yaxınlıq, yaxınlıq sahibidir. Biz bir-birimizlə yaxınıq. Buna deyirlər ki, çərdək ailə, bir də geniş ailə. Geniş ailə, çərdək ailə olur dədə, nənə, uşaqlar. Geniş ailə olur, məsələn, mən özümdən vursam, bir mənim uşaqlarım, bir də mənim dədənənəm, bir də onların dədənənələri, bacı qardaşları, əmiləri, dayıları, xalaları, əmmələri, onların uşaqları filan bu cür çox belə ağaç qaynağı, çox uzaqlara gedir. Məsələn, mənim indi famillərimdən bir çoxu məni tanımaz. Görməyiblər ki, amma zürrəhimdirlər. Yəni, məsələn, deyək ki, mən qocalsam, ya qocalmasam da, onlar gəlsələr bura, məni gəlib görməlidirlər, ya mən onları gedib görməliyəm. Yəni, hər iki tərəflidir, bir tərəfli deyil. Deyək ki, yekəsi var, çiçeği var, yoxdur. Yox, mən də onları gedib görməliyəm, onlar da məni gəlib görməlidirlər, amma bu bəzən imkansız olur. Məsafədən dolayı, həzinələrdən dolayı çox zora düşür. Özəlliklə ki, indi eşitmişik, İranda çox bahalıq düşübdür. Bir dənə kiçik toyuq, məsələn, 2-3 milyon tümənə baxır. İnsanlar bir-birini gedib görənmirlər. Yəni, neynəsin, məsələn, deyir, gedərəm o yazığa xəş çıxar, ya əlimdə bir şey yaparım, məsələn, tutuqlı toyuq alsam 3-4 milyon gərək pul verəm, gedəm onu görəm. O bahis olur ki, insanlar o əski zamanlardan uzaqlaşırlar. Onu fəqət, getsək çox yaxşı idi deyə əfsus edir. Zürrəhim lüğətdə zülqərabə deməkdir. Yəni, qərabəti ola mütləq və şəriətdə, indi dinə deyir, şəriət dediği özünün bu dinə soxur. Dində belə bir şey var ya yox, onu gərək Qur'ana baxaq. Və şəriətdə zürrəhim deyir, əqrəbadən şul qəribələ dirlər ki, kitab-ı Allahidə və səni və sünəni Rəsulullahidə əleyhimüssəlam və icma-i ümmətdə, icma dedi burada, getdir. Burada laqəl ayırdı. 3 yerə böldü. Allahın kitabında, Həzrəti Peyğəmbərin yaşadığı rəsm-i rusumda və icma-i ümmətdə, yəni müsəlmanların içində müştərək olan bir şeylər. İcma-i ümmətdə səha müqəddərəsi olmaya, yəni əshab-ı fəraizdən olmaya və daxi əsəbədə olmaya. Əksər səhabə rəziyullah ənhüm, rəziyullah taala ənhüm əcməin, zəvil ərhamə miras verməkliyi təcviz edərlər. Deyiblər ki, hətta uzaq familiyada belə miras yetişər. Dedik, bunlar hamısı belələr deyir. Əimmi-i hənçinə belə deyə daxil təcviz edərlər. Mən bu kəlməni oxuya bilmədim. Nə eşitmişəm, nə oxumuşam. Gedək kitabın sonuna. Bu kitab çox təxəssüsü oldu. Əlbəttə bu kitab tanınar məncə. Yəni tanınmamış bir kitab olmaz. Kitabın son səhifəsini bir də oxuyaq. Yəni o tarix səhifəsini bir də oxuyaq və qutaraq. Elhamdülillahil məlikil əllam əla tamamil kəlam və xətmil məram. Və s-salatu və s-salamu əla rəsulil kəlam vəl-ənbiya il-izam ilə qiyam-ı saəti və saətil qiyam və ən səhabəti vəl-əlil əbrari ilə daril qərar amin. Subhan Rabbina Rabbil izzəti əmma yasifun və salamun aləl mürsəlin və elhamdülillahi Rabbil aləmin. Səni min hicrətin nəbəviyyə 50, burada səlasin görsənir. Yəni, mən bunu əgər istəyəm o xətti oxuyam, zahirən mən belə gəlir ki, səlasinin üstünə xət çəkiblər, yəni gəlmir, yəni görünür.
O xəmsini ehtimalən sonra yazıblar. Xəmsinə və məətə və əlif. 1150-də bu kitab yazılıbdır. Kitabın adı oldu nə? Müxtəsər. Kitabın əvvəlində bir adı var idi. Onu bir də qeydib burada görməliyik. Çünki o şeyi yazmışdı. O Vəzir Paşa. Bu xülasələrin yazaq bura. Zahirən bir neçə gündür yazmamışam. O müşkil çıxardıbdır mənə. Ad Muxtəsəri Fəraiz. Vaqif Şeyxzadə Mustafa Əfəndi. Şeyxzadə Mustafa Əfəndi. Vəqf tarixi 1230 Hicri. Vəqf möhrü fərqlidir. Saxlanan yer Süleymaniye Kitabxanası. Tamam, burada yazın. Kitabın adına bir də baxacağıq. Dedi ki, bu tərcümədir. Dedi ki, kim deyibdir? Məlum ola ki, Vəzir Əzəm fir rütbəti vəl kəmal və Yusuf Sani fil hüsn vəl cəmal əni behi Siyavuş Paşa Yesrallah. Kimdir? Vəzir Əzəm. Siyavuş Paşa. Tamam. لا زالت عمره به صحاب الاقتداء و الانام و خزانت اشیت مسونت ان النواب فصول و الاعوام hazretlerinden iş bu dai müxlis və sai müxəssisləri canibinə elm-i fəraizə mütəalliq bir müxtəsər risalə irsal buyurmuşlar, bir xülasə, bir müxtəsər risalə canibləri elm-i fəraiz. Mövzu kitab, yəni mövzu kitab elmi fəraiz. Elmi fəraiz də haqqında bir risalə buyurmuşlar. Bunu Türkiyə tərcümə ilə. Tərcümə Türk dilinə. Tərcümə elənməsini istəyiblər. İmtisalən lə əmril ali, bəhri ulumidən dürril ali, ixracına qəvvas olmaq, əvam-ı xəvas olmaq üçün əzm elədim. Feyzi fəyyazısına təvəkkül bel bağladım, əgərçi kim, iş bu həqir şəhir, adı kimdir? Mütərcim kimdir? İşbu həqiri əş-şəhiri bi vaizi əmirə. Əl-şəhiri bi vaizi əmirə. Vaiz əmir da, yəni zəf-i təqsir ilə təhrir və təqdirə məcali məhal əndər məhalidir. Lakin ol kəbir mütəaliyə və qadir pülkəmalə Allah-u Zülcəlalə dəst təzərrü rəf eyliyib ya mü'in, ya müstəan, əntəl kərimül mənnan və rəhimül hənnan, duası məqbul olmaq rizası məs'ul və mə'muludur. Fə innəhu kərimin la yuxibu la yuxayyibu sailəhu və yucibu məs'ələhu. Ni'məl mevla və ni'məl cəlil, həsbunallah və ni'məl vəkil. Amin ya Rabbel alemin.
mövzu da dedik ki, kitabın adı gəldi. Elmi fəraizdə. Bu müxtəsəri bilməyənləri təlim üçün amac təlim elmi fəraiz həman irs və miras yazaq. Qabağında ki, bəlli olsun fəraizdən mənzur budur. Yəni namaz, oruç deyil. Fəraiz dediği burada budur. Ki bir müqəddəmə, 3 fən və bir xatimə. Mövzular bir müqəddəmə, 3 fən, bir xatimə. Tamam, bu qədər bu kitabın haqqında biz bilgilərimizi bildik. Bizə yetər. Burada indi əlbəttə eləyə bilirik ki, buna bir xülasə də buradan verək, deyək ki, beləsi oldu. Beləliklə, bugünkü kitabın adı Müxtəsərül Fəraizdir. Və bu Müxtəsər-i Fəraizün əsli bir ərəbcə kitab imiş ehtimalən ki, çox kiçik bir kitab imiş. Bu onu şərh eləyibdi və hədəfi də təlim elmi fəraiz ki, irs və miras mənzurdur. Mütərcimin adı Əş-Şəhiri bi Vaiz Əmir. Vaiz Əmir adına məşhur olan bir şəxsidir. Adını yazmır. Biz bunun adını bilmədik, amma bəlkə bir ayrı yerdən tapa bildik. Mövzusu elmi fəraiz ki, dedik, irs və mirasdır. Amma mövzuları kitabın içindəki mətləbləri 3 dəstəyə bölür. Bir müqəddəmə, 3 fən və bir xatimədən ibarət bir kitabdır. Kitabı yazmağa əmr eləyən, türkcə tərcümə və şərh olsun əmri verən Vəzir-i Əzəm Siyavuş Paşadır ki, bu kitab indi fiilən saxlanan yer Süleymaniyyə kitabxanasıdır. Bu kitabın vaqifi Şeyxzadə Müstəfa Əfəndidir və tarix vəqfi 1230-dur. Kitabın yazılıb imzalanma tarixi isə son səhifədə 141 ada 1150 görünür. Tamam. Bu günləri bu kitabımızı oxuduq və məncə çox da cəlib oldu. Əlbəttə burada bir sual da soruşaq AI-dan ki, əcəba bu kitab və bu kitabın yazarı Türk dünyasında və Türk ya qeyri-Türk dünya üzərində əski əlyazmalar kitabların üzündə işləyən mərkəzlərdə bu kitab tanınırmı? Elmi şəkildə bunun haqqında bir araşdırma tez aparılıbmı? Əcəba bu elmi məqalələrdə yeri varmı, yoxmu? Sormaq istərdim. Bu da bizə bu imkanı verər ki, görək bu kitab əgər tanınmayıbsa, bunu tanımağa çalışaq. Əlbəttə, bunu deyim ki, öncə bir 2 həftə, bəlkə də çox öncə bir kitaba başlamışdıq. 40 hədis ki, onu siyasi bir kitab gördük. Onun üzündə uzun bir araşdırma apardıq. Sonunda yetişdik. 10 səhifəlik bir məqalə çıxdı. Bu 2 həftə ən azından 100 saat hududunda o kitaba vaxt qoyduq. Oxumağına, analiz eləmağına, yazısına filan və mənbələrdən araşdırıb tapmasına, müqayisə eləməsinə filan. Bir 10 səhifəlik bir yazı çıxıbdı. Feylən üstündə işləyirəm. Hələ feylən qutarmayıb. Ehtimalən bir 4-5 saat ən azından çəkər ki, o məqaləsi təkmil olsun. İstədim bunu deyəm ki, yəni bir məqaləni bir kitabda yazmaq, bir araşdırma aparaq çox da az vaxt aparmır. Yəni adam, mən indi bu kitabı biraz ora burasını oxudum, gəlin bunu bir məqalə eləyim.
bir ruzamiyə bir şey yazmaq olar, amma elmi bir məqalə üçün yəni qədim mən də belə edirdim. Yəni bir kitabı alırdım, onun əvvəlindən orasından burasından, ya əslində əvvəldən axıra oxuyurdum. Zehnimdə qalan önəmli nöqtələri yazırdım, ondan bir məqalə edirdim, verirdim çapa. Amma istərsək bir elmi məqalə yazaq ya o kitabı bir tez kimi üstündə işləyək, saatlarca, aylarca, bəlkə illərcə hətta mümkündür ki, onun üstündə işləyək. Mənim bir ustad dediyim bir böyük yoldaşım var, Türkiyədə döyüşçüdür. O məsələn tezinin üstündə bir dənə ehtimalən 40 ya 100 səhifəlik bir kitabın üstündə 2 il yarım işləyibdi. 1000 səhifəyə yaxın onun üstündə haqqında tez keçirdibdi. Yəni bu qədər kitabın özü deyək 100 səhifə, onun üstündə siz 1000 səhifə kitab yazırsınız. Bu geniş bir inkişaf eləməli bir düşüncələr ortaya qoyur. Gedək bir ayrı kitaba baxaq, görək ki, bir ayrı kitabda açmışdıq, o hansısıdır, ona baxaq. Görək ki, burada bizə nə çıxır? Əlbəttə görək ki, neçə saatdır, çünki 1 saat 1 rubdur. Tamam, yaxşıdır. Məncə gəlir ki, eləyə bilərik, bir dənə də kitab oxuyaq. İkinci kitabı açdıq, görək bu ikinci kitab nədir? Bu kitabın adına PDF-də Mənzume-i Rovzətül İslam yazıblar. Tamam. Bu kitaba deyiblər Mənzume-i Rovzətül İslam 1063-də yazılıbdır. Yəni hududən deyək ki 380 il bundan öncə yazılmış olar. O birisi 1150-də yazılmışdı. Onun bir tarixini hesablayaq. 1150, ondan çıxsaq 1448-i 298 il öncə bu kitab yazılmışmış. O kitabı ki onun üstündə işləyirdik. 298 il öncə. İndi bu bir ayrı kitaba istəyirik baxaq, görək ki burada bizə nə deyəcəkdir? Feylən adı Mənzume-i Rovzətül İslam 1063-də yazılıbdır və 188 səhifə görünür. PDF-də 94 səhifə görünür ki, bu olar 188 səhifə. Kitabın əvvəl fiziki vəziyyətinə baxaq və bugün ikinci türk kitab ki, əlyazma kitab ki baxırıq, PDF-in başında sonralar yazılan ad Mənzume-i Rovzətül İslamdır ki, 1063 Hicri qəməridə və 188 səhifədə yazılmış görünür. PDF-də 94 səhifə görünür. Kitabın fiziki vəziyyətinə baxırıq. Birinci səfhədə bir dənə PDF-in birinci səfhəsində kitabın cildindən bir dənə əks var. 4 quşələrinə bunun baxanda görürük ki, bir çox yerdə çürüyübdür və cırılıbdır. Kitaba su gəlməyi görürük. Kitabın cildinin üzündə bir nəqqaşi varmış ki, ehtimalən surəti ya çöhrəyi və qərə gül yarpaqlarından ibarət bir şeymiş. Kitabın içinə gedəndə görürük ki, PDF-də 2 səfhə qoyublar. Birincisi cildə yapışan səfhədir. Bunu görürük ki, Şirazidən yenə kitab təəssüflə cırılıbdır. İkinci vəraq, müstəqil vərağın başında Kəbici ya Hafiz belə bir şey yazılıbdır. Nə deməkdir bilmirəm. 862-ni bu kitabın ortasında böyük xətt ilə yazılmasını görürük ki, bir nömrədir burada. Üstdə kitabın sol güşəsində Kəbkic ya Hafiz deyə belə bir şey yazılıbdır. Ondan sonra onun arxasında, yəni kitabın ortasında və üst tərəfdən lütf-i ehsan-ı mürüvvət cümlə kamildən gəlir. Ehtimalən hər həzrətin kim gəlir aləmdə
camildən gəlir. Ehtimalən ya belə bir şey oxuyacaqdı. Əkrəmil ədəb sən oxunmur. Burası silinibdir. Yəni əmdən siliblər. Əl-hilmü küllü kəlimətün salihətün yəmnəu. Ehtimalən bu hilm oxunmuyor. Bəlkə bir ayrı bir şey oxunur, amma oxunmur. Səncə bəən əlfü oxuya bilmədim. Burada təqribən biraz silinən kimi olubdur. Bu səfən yenə aşağıda o çəkic ya hafiz nədir bu? O kəlmə ki oxuya bilmirəm. O yenə təkrar olubdur. Kitabın birinci səhifəsinin arxasına gedəndə, yəni birinci vərəqin arxasına B tərəfinə gedəndə orada bir neçə xətt ilə dualar görürük yazılıbdır və kitabın içinə irgisi yoxdur. Boş imiş sonra yazıblar. O birisi vərəqdə bir kiçik kağız görürük ki, ayrı rəngidə kəsilibdir, yapışılıb kitabın içinə, ya da ki, kitabdan qalan kağızı yapışdırıblar bir ayrı kağızın üzərinə ola bilər. Onun üstündə Süleymaniyyə kitabxanasının möhrünü görürük. Üstündə biraz latincə vardı və aşağıda da bir ərəbcə yazılmışmış, amma yarımçıq qaldığı üçün oxunmur bu nədir. Ehtimalən bu kitabdan, səhifədən qalan səhifə ibarət olacaqdır ki, belə vəziyyətə gəlibdir. İndi bu oldu ikinci vərəqin A tərəfinə baxdıq, gedirik B tərəfində kitab başlayır. Təəssüflə kitabın dövrəsi çürüyüb. O ki orada dedik kitabdan ehtimalən kəsilibdir, qoyulubdur, ora qalıbdır. O doğru bir teori olacaq. Çünki bu səhifədə görürük ki, birinci A tərəfi oxuduq, ehtimalən o idi ki gördük. Onun B tərəfi, əlbəttə o deyil. O deyil, çünki bunun A tərəfi ondan yekədir, B tərəfi ondan yekədir. Bəs bu bunu göstərir ki, bu səhifə ki, ələn biz A görürük və kitabda deyək ki, birinci vərəqdir. Bunun arxasında olan bir kağız ayrı kağızdır ki, təmir üçün istifadə olubdur. Bunu B tərəfin yapışdırıblar o təmir kağızına, yəni bir ayrı kitabdır, beləsi deyə bilərəm, bir ayrı kitab var. O kitab ağ kağızdan ibarətdir. Əski kitabda çürüyübdür, su gəlibdir. Onun qalan yerlərin gətiriblər, yapışdırıblar bir ayrı kitabın üzərinə. Onun üçün biz bunun B tərəfini görürük bu vərəqin, A tərəfini görə bilmirik. Burada biz üstdə bir Əl-Kitab-ı Rövzətül İslam, burası görsənir, qaranı çürüyüb, tökülübdür və Müstəxrəcü min Kitab-ı Şər'ətül İslam. Ehtimalən bu kitabın əsli Şər'ətül İslam kitabından istixrac olunubdur, ehtimalən yəni xülasə olunubdur və adın Rövzətül İslam qoyublar. Bismillahirrahmanirrahimi görürük burada, çox böyük xətt ilə yazılıbdır, amma onun altında şeir ilə oxunur zahirən, kitaba çox şeir, çox su gəlibdir, kitab kamilən demək olar ki, çox yeri çürüyübdür, özəlliklə kitabın hətta yazılarından da çürüyüb gedibdir. O birisi ikinci vərəqin A tərəfinə baxırıq. Bunun A tərəfi yenə yapışdırıblar. Əgər bunun B tərəfində bir şey yazılmış olsa da görünməyəcək, çünki yapışıbdır bir ayrı kağıza təmir üçün. Bunun da dövrəsini kəsiblər və gedibdir. Kitabın bəzi kitab türkcədir. Əvvəl bunu deyək, dili türkcədir və belə görünür ki, əsli yazıda, yəni kitabın əslində tüm hərflərin üzərinə onun səsini qoyublar, yəni e'rab qoyublar türkcəyə. Bəzi kəlmələrin başı üstündə ikinci səhifədə özəlliklə bu görürsünüz, ikinci vərəqin A tərəfində görünür. Kəlmələrin, yazıların üstünə qırmızı xətt çəkiblər. Əlbəttə aşağıda üçüncü beytin, aşağıdan üçüncü beytin üzərinə sonralar bir qalin çöhrəyi bir midatla üstünə iki xətt çəkiblər. O da zamanı Biyazila bibni Məhəmməd deyə belə bir şey var, orada görünür, onun üstünə xətt çəkiblər. O birisi səhifəyə geçirik, ehtimalən bu səhifə indi doğru gəlməyəcəkdir, biz bunu gördük 3, bəli, doğru görünmür, çünki bu 2-nin arxası, yəni B tərəfi yoxdur, 3-ün də B tərəfi, A tərəfi yoxdur, B tərəfini görürük, biraz salimdir, yazılar görsənir, amma qıraqlar çürüyübdür. İndi burada biz beləsi gördük.
Bu 1-in A tərəfi, B tərəfi, 2-nin A tərəfi, 3-ün B tərəfi, 4 yoxdur, 5 burada var. Yəni 4-cü səhvə ehtimalən cırılıbdır. Burada nömrə qoyduqları üçün deyirəm. Çünki kitabın aşağısında məncə iştibah yazıblar ehtimalən bu nömrələri ya da ki əvvəlki bir vəraq ki var idi, onu da hesaba qoysalar 5 olar. Burada çünki təqibədə səhabə yazılıbdır və bu tərəfdə biz səhabəni görürük ki 5-ci vəraqçı nömrə qoyublar sonralar. Onun üzərində birinci kəlmə səhabə ilə başlayır. Əcəba bunun arxası görünürmü? Ehtimalən görünür. Çünki bu 5-ci deyilən səfhəni heç də yapışdırmayıblar. Onun üçün burada arxası olacaqdı və bu 6-cı kəlmə yenə də görürük ki düz deyil. Çünki dönüb kəlməsi burada hər ikisində işlənibdir. A-nın 5-in B tərəfinin sonunda dönüb deyilib demək anlamında yazılıbdır və 6-cı səfənin əvvəlində də onu görürük. Bəzi beytləri görürük ki, indi qırmızı yazdı. Ehtimalən bu bab deyişil. Əvvəlki bab iman ilə sabit olur, ani bəyan edər. Burada da şeirlə babların əvvəli başlamağı qırmızı rəngindən yazıbdır. Buradan sonra nəzərə gələn bəzi səfələr görüblər, su gəlibdir neçə dəfə, ehtimalən yağ ya nəft tökülübdür kitabın üzərinə. Bunları da görürük, amma oxumalıdır. Yəni kitab oxuna bilər. İlla ki burada 7-ci səfənin 7-ci vərağın A tərəfində kitaba su gəlibdir. Burada qalən nəbi, burada bir şeylər yazılma kimi görünür, amma nəzərə gəlir ki, ehtimalən ya yazılmayıblar ya da ki silinibdir. Amma nəzərə gəlir ki, yazılıbdır, amma boş qoyublar. Yəni buna görə ki, orada olsun bir ağac kimi, bir quş qanatı kimi bir şeylər orada çəkiblər. Sadəcə onun üçün. Yenə davam edirik. Hər bablar deyişəndə və ya hədislər gələndə onu qırmızı ilə yazıbdır. Qalanı şeiridir. Kitabın heç bir çərçivəsi, nəqqaşəsi filanı yoxdur. Kitaba dediyimiz kimi çox su gəlibdir. Əlbəttə qırmızı rəngidən çox istifadə edibdir. Bu kitabın əcəba burada səfhə gəlirik 12-ci vəraq 11-cinin B tərəfi və 12-cinin A tərəfi, bunun ortası cırılıbdır, amma baxırıq ki kəlmələr doğrudur. Yəni təqibə kəlməsi düz görünür. Beləsi baxıram, zahirən görək ki bir ayrı fərqlər. Əl yazma biraz dəyişir. Yəni daha biraz əl yazma biraz dəyişir. Yəni biraz öncələr çox yekə idi, amma 21-ci səhifənin B tərəfindən kəlmələr daha şolatlama yazılır. Daha kəlmələr bir-birinə yaxın və çox şuluq görünür səfə. Bir dənə hədisi sadəcə burada qərə ilə yazdığı üçün Tozaşdan götürüb onun dövrəsinə bir dairə çəkibdir. Yəni onu bir xəttin deməyək dairə, bir müstətili ki, iki tərəfi də yumrudur, onun içinə salıbdır. O bəlli olsun ki, səhv eləyibdir və qırmızı deyil. Kitab 21-ci səhifədən dedik ki, biraz xətti daha sürətlə yazılmış kimi görünür və oxunması biraz zor olan kimi görünür. Amma 24B-də bir hədisi qərə xəttindən yazdığı üçün onu dövrəsinə dairə kimi bir şey çəkibdir. Kollən, yəni əlbəttə dairə deyil, çox uzundur, fəqət o başı girdədir. Beləsi bir xətt çəkibdir, çox da həndəsi bir xətt deyil, əli titriyibdir və onu bəlli edib ki, o hədisdir. Dediyimiz kimi bablar, bəzi hədislər, bəzi şeylər qırmızı ilə yazılır. Kitabın əvvəlləri çox görsəydi də, zədələnsəydi də, bu çox zədələnməyib, amma yazısı çox fərqli bir yazı və ehtimalən bir evdə, ev üçün aşağı təbəqə desək, nə deyək bunu, elə deyək ki, tohin də olmaya, təhqir də olmaya, amma savadlı bir ailə üçün yazılıb. Yəni bir ailə
Savadı üçün vaxt qoyulubdur, yazıbdır. İndi burada gəlirik 51, görək bu 51-dir. 50, 51, 52, ehtimalən 52-ci səhifə təkrar olubdur. Burada 51, 52, bəli, 52-ci səhifəni 2 dəfə yazıblar kitabda və bu cırılmasını görürük ki 52-ci səhifənin 52-ci səhifənin A tərəfi çox zədələnibdir. Ehtimalən bunun şeyi də var imiş, aharı da var imiş. O ahar da zədələnib görünür. 52-nin A tərəf 53 imiş o. Çox üzr istəyirəm. 53-ə 52 kimi görünür. 53 imiş. Onda doğrudur. Yəni 52, 53 doğrudur. 51, 52, 53 fəqət zovc ədədləri yazdığı üçün 53 ilə 52 bir-birinə bənzirmiş. Ondan sonra 54-ə keçir. 53-ün B tərəfi zədə görübdür, 3 yerdən cırılıbdır. Onu bir yapışqanla yapışdırıblar. Bir çox yerdə oxunmaq imkanı yoxdur. Çox kirli və su, yağ əsərində ehtimalən aradan yəni görünmür bir çoxu. Davam edirik. Görək ki, bu kitabın hər halda demağa ehtiyac yoxdur. Çox xəsarət görübdür. 171 B-də bir tarix yazılıbdır. Möhr-i Süleymaniyə vurulubdur. Ehtimalən tarix yazılıbdır ya da burada qutarıbdır. Yazıbdır ki, mən bunu oxuya bilsəm cəlib olar. Ondan sonra bir ayrısı başlanıb. Yəni istəyirəm deyəm ki, kitab birinci bölüm burada qurtarır. Birinci bölüm kitabın 69 B-də vəraq. 69 B-də kitab qurtarır. Yazıb ki, onlara haqq rəhmət edə hər ki bunu oxuyalar. Abidi rəhmət edə aleyhi diyalar. Burada qurtarır. Təmmə yazıldı. Sonra təmməl kitab unillahil məlikil vəhhab qəfərəllahu ləhu və livalideyhi və cəmi'il mümininə vəl müminat vəl müsliminə vəl müslimat bir rəhmət ya ərhəmər rahimin. Və burada fi şəhri zilqədiyi, əlbəttə tarix ehtimalən yazıb, ondan sonra yazıb ki, tarix fi şəhri zilqədiyi əl-mübarək. Şayət də beləsi gərək oxuyaq. Oxuyaq ki, tarixi fi sənəyi yox düzüymüş. Tarix fi şəhri zilqədə fi sənəyi mübarəki əs-salisu və sittune və əlif 1063 mənə belə gəldi. Əs-salisu və sittune və əlif beləsi oxunacaqdır. Bunun tarixində fi təvarixi əliyyət və vəqtül əsr. Ehtimalən burada fil yevmil səbti fərəqə vəqtül əsr. Ehtimalən bu o axşam başına yaxın bu kitabın oxuması qurtulubdur. Burada bir ayrı yazı görürük. Qalən nəbiyyü aleyhisselam xalqul bəlai alif tüzün 999 səfər ayindədir. Birisi sair aylərlədir. Bir kimsənə səfər ayının əvvəl gecəsi axşam namazından sonra 4 rükət ya da bilmirəm 20 rəkət namaz qılsa, o rükətində bir Fatihə və bir Qul ya eyyuhəl kafirun oxuya. Belə bir şey yazılıbdır. Kitaba ilgisi yoxdur. Burada bir Süleymaniyə kitabxanasının möhrünü görürük və davam edəndə o birisi vəraqa keçirik. Yəni 75-ci vərağın A tərəfində Haza duai imani mübarək Bismillahirrahmanirrahim.
La ilahe illallahul mevcudu bi kulli zamanin, la ilahe illallahul ma'rufu bi kulli ihsanin, la ilahe illallahul ma'budu bi kulli mekanin, la ilahe illallahu el-mezkuri bi kulli lisanin. Beləsi bir dua ilə qarşı-qarşıya ki, xətti də çox gözəl və fərqli xətti. Yəni öncəki kitabla bunun yerlə göycə xətt fərqi vardır. Yenə də burada Süleymaniyə möhrünü görürük ki, bunun əksi düşübdür bu birisi səhviyyə, yəni 75-dəki 75A üstün üzərindəki əmudi möhür əksi düşübdür sarı rənglə 74B-də görünür. Kitabın qalan səhifələrinə baş vururuq. Orada dua demişdi, amma əcəba bu duadırmı? Çünki qalanı türkçəyə keçdi. Bu nə deməkdir? Berəhmət ki, ya ərhəmər rahimin. Əş-şeytandır, əş-sultandır, beləsi yazılıbdır. Əş-şeytan olacaqdır. Qədr kimi qaidəsini bilməklə dilərsən, qaidə budur ki, Ramazanın əvvəlləri. Tamam, buradan bir ayrı mövzuya girir və xətti də biraz fərqli yazılıbdır. Əvvəlki xətti ilə çox fərqlidir, amma o dua ilə də yenə fərqlidir. Kitabın sonlarına getdikcə su çoxalır, yenə də təzəşdən və bu dua ki yazılmışdı, onu şərh verir ehtimalən türkcə. Vəffəqənə, bu da səhifəyi 80A-da qutarır ya da 82A. İndi bunların hangisi doğrudur, onda biz qaldım. Sonra bir haza kitabı, bir ayrısı başlayır. Bu da yazır haza kitabı. Əgər oxuya bilsək, qırmızı xətti ilə yazıbdır, amma oxuya bilmirəm. Haza kitabı fəməzzəb. Fəməzzəb, beləsi bir şey görünür, amma oxuya bilmirəm. Bismillahirrahmanirrahim. Haza kitabı fətvayı Kəmala Paşa Zadə Əhməd Çələbi rəhmətullah rəhmətən vasiəl. Elhamdülillahi Rabbi el-alemin və salatu ala seyyidina Muhammedin və alihi əcməin bis salati mütəəlliq olan məsail bəyan edər. Pəs namaza görə bir kitab yazılıbdır. Bir kimsədən təharət etmək istəsə, əvvəl o beləsi bir kitabdır ki, namaz qılmaq haqqındadır. Və bu kitabın 81-ci səhifənin, indi burada görürük 82-li yazılıbdır. 81-ci səhifənin B tərəfində kitab başdır, qırmızı adla və kitab davam edir. Xətlər təqribən bir-birinə yaxındırlar, amma çox fərqli xətdirlər. Yəni, bəlkə bunu ayrı əllər yazıbdır. Bu 3 dənəni buradan görürük. Kitabın sonu ehtimalən 88-ci səhifənin A tərəfində yazı yazılandan sonra qırağında bir çox yazılar vardı və 89-da da 89-da ehtimalən bir ayrı bir şey cür yazılıb, çox fərqli bir yazı yazılıbdır. Bilmirəm ki, bu haşiyə yazılarıdır, yoxsa mətnə qarşıdır və 95A-da kitab qutarır, 96-da da bir yazılar yazılıb ki, oxunmur, 97-də heç zat yoxdur, Kəmkid ya Hafiz adında yenə bu iki yerdə yazılıb və cildin də içi görünür, eşiyi görünmür. Beləliklə bu kitabla da tanış olduq. Bu kitab çox mən bunlardan fikirlə mən bu kitabı elə burada qoysam qalsa bunu bir ayrı gün oxusaq. Çünki bunun düzünü axtarsaz bu ikinci xəttin əl yazması yordu məni. Çox qarma-qarışıqdır və içində 3 kitab vardı. Qalsın bir ayrı gün ona Allah ömür verirsə oxuyarıq və görüşərik. Hələlik sağ qalın, görüşərik.